kardeşim, Sayın Cumhurbaşkanı Recep Tayyip Erdoğan, sayın tören iştirakçıları, aziz Kahramanmaraşlılar, ilk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. ...6 Şubat 2023-cü ildəki dəhşətli deprem nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı qardaşlarımıza Allah'tan bir daha rəhmət diləyirəm. Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün 10 minlərlə Azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələr gəlib, öz qardaşlıq yardımını göstərməyə başlamışdır. Depremdən dərhal sonra əziz qardaşımın, Sayın Cumhurbaşkanının liderliyi ilə arama qurtarma işləri başlamış. Ondan sonra imar, inşaat işlərinə start verilmiştir və qısa müddət ərzində 10 minlərlə insan yeni konutlarla təmin edildi. Bu bir daha Recep Tayyip Erdoğan'ın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən faktordur. Eyni zamanda bu güclü Türkiye'nin təzahürüdür. Çünkü ancak güclü dövlət kısa süre ərzində bu qədər böyük imar, inşaat işləri görə bilər. Azərbaycan dərhal mindən çox ekibi, o cümlədən arama qurtarma ekip üzvlərini, könülləri, doktorları Türkiye deprem bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan ekipləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış. Bizim qurduğumuz 2 səhra hospitalında 3200 insana Azərbaycan doktorları tibbi yardım göstərmişlər. Azərbaycan hər zaman Türkiye'nin yanında olub, Türkiye'de her zaman Azərbaycanın yanında olub. Və bugün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliğimizi, dostluğumuzu təzahür edir.